Hamıya salam. Biz hal-hazırda Nərgiz Nəcəfin yeni çıxmış 9-cu sinif üçün testinə baxırıq. Bu testdə sırf 9-cu sinif buraxılış imtahanı verən şagirdlər üçün materiallar var. Yəni əgər siz 9-cu sinifsinizsə, sadəcə bu kitabı əldə edib imtahana rahat hazırlaşa bilərsiniz. Bir də ən əsas sizə toplu lazımdır. Sırf 9-ların toplusu. İndi gəlin başlayaq biz ilk testdən. Kitabı açanda bizi ilk olaraq lüğət qarşılayır. 7, 8 və 9-cu sinif lüğətidir. Sonra gəlir definition. Sonra da gəlir əlyazılar. Yəni əlyazı formasında qrammatikalar. Və gəlirik ilk testimizə başlayırıq. İlk testimiz bizim noundur. Simple derivative compound olan. Gəlin birinci sualı işləyək. Birinci sualda nə istəyir bizdən? Compound noun istəyir. Compound noun nə idi? Mürəkkəb isim. Mürəkkəbdirsə 2 və daha artıq sözdən ibarət olmalıdır. Baxın, burada snow, man mürəkkəbdir. Table, clothes mürəkkəbdir. Pen, friend mürəkkəbdir. Burada ment şəkilçisi olduğuna görə düzəltmədir. Ion, tion olduğuna görə düzəltmədir. Ship olduğuna görə düzəltmədir. Ona görə 1, 3, 5, yəni B variantı. 2. Yenə compound istəyir məndən. Compound yenə mürəkkəbdir. Newspaper 2 dənə sözdür. Burada ment var idi. Ment nə idi? Düzəltmə idi. Baxın, burada sizin üçün yazıram. Siz də başlayın, dəftər açın, qeydlər aparın özünüz üçün. Məsələn, ment düzəltmədir, D yazın. Sonra nə idi? Tion, ion düzəltmədir. Sonra var idi ship düzəltmədir. Amma shipin 4 dənə istisnası var. Onu bilirsinizsə kommentlərdə qeyd eləyin. İndi irəliləyən dəqiqələrdə mən də izah eləyərəm. Newspaper mürəkkəbidir. Ment burada düzəltmə idi. Sonra ship düzəltmə idi. Ona görə getdi. Movement ment düzəltmədir. Getdi. Qalır 1, 4, 6. Yəni C variantı. 3. Compound. Yenə mürəkkəb istəyir bizdən. Baxın, dom. Domu qeyd eləyirsiniz bura. Dom düzəltmədir. Düzəltmə şəkilçisidir yəni. Sonra nes. Baxın, burada nes var. Nesi də qeyd eləyirsiniz. Nes düzəltmədir. Sonra var dom. Domu yazdıq yenə. İndi bizim variantımız hansı çıxar sizcə? Baxın, burada dom getsə, nes getsə, ion, tion getsə, dom getsə qalır A variantı. Gəlirik 4-ə. Yenə compounddur. Hood var. Hood'u da qeyd eləyin. Hood da düzəltmədir. Baxın, hood. 2 dənə onunla düzəltmədir. Deməli, hood düzəltmədirsə bu getməlidir. Nes bayaq yazmışdım. Baxın, buradadır nes. Düzəltmədir, getməlidir. Sonra ment düzəltmədir, getməlidir. Və burada ekonomi ümumiyyətlə sadədir. Ona görə qalır D variantı. Keçirəm 5-ə. Compound yenə mürəkkəb istəyir. Baxıram. Ion, tion var, düzəltmədir, getdi. Sonra hood var, getdi, düzəltmədir. Er var, getdi, düzəltmədir. Və burada or var, getdi, düzəltmədir. İndi həmin o vərəqə dəftərə yazırsınız. Er və or düzəltmədir. Yəni variantımız D. D yox, sorry, D deyil. Hood var burada. B. Railway. Sonra 6. Compound. S var. Qoşa S-sı olanda atırsız gedir. Bunu da yazırıq bura. Getdi, düzəltmədi. Ant var. Getdi. Sonra S var. Getdi. Ment var. Getdi. Qaldı D. Gəlirik 7-yə. Yenə compound mürəkkəb istəyir. Ion var, tion var. Gedir. Sonra yenə ion, tion. Ümumiyyətlə project sadədir. Sonra dom var, getdi, qaldı B. 8. Yenə compound istəyir məndən. Ant var, getdi. Ist var, getdi. Ans var, getdi. Nes var, getdi. Bir dənə bu qeyd vərəqinə əlavə edirsiniz. Nəyi? Ans. An, C yazılır. Sonra ant. Və bu qədər. Bunların yanına yazırsınız düzəltmə. Yəni düzəltmələrin şəkilçisidir.
Siz həm test işləyə-işləyə, həm də özünüz üçün qısa əl yazma çıxarırsınız. Nəyisə qeyd edirsiniz ki, məsələn, bu ismin düzəltmə şəkilçiləridir. Növbəti zamanlarda artıq digər qeydləri də özünüz çıxara bilirsiniz. Gəlir indi yenə 9-a. Compound istəyir. Ship demişdim ki, bayaq görəndə çıxarın düzəltmədir, amma istisnası var. Kənardan qeyd edirsiniz ki, shipin istisnası nədir? Ship. Belə ulduzluyun. Məsələn, spaceship, əgər space, battle, yes, battle, war, steam və desert və air. Əgər bu sözlərlə birləşmiş ship görsəz, deməli bu ship mürəkkəbdir. Yazın mürəkkəb, yəni compound. Bu ship mürəkkəbdir, amma bu ship düzəltmədir. Yəni bu sözlərlə birləşən hər şey mürəkkəbdir. Amma təkcə bunlardan başqa sözlər olsa düzəltmədir. İndi biz baxırıq, bizdə nə var? Spaceship var. Spaceship mən bura yazmışdım, elə ilk sözüm o idi. Deməli bu mürəkkəbdir, qalsın. İon var, atdım. T-hı, harada görsəz atırsınız, o da düzəltmədir. Götürəm, onu da yazıram bura. Düzəltmə. Sonra ans var, onu yazmışdım, düzəltmədir. Və dictionary getdi. Sadə sözdür. Qaldı məndə mürəkkəb olan çevirmə, spaceship. 10. Mürəkkəb. T-yı getdi. Ment getdi. Sonra German sadədir, olmaz. Ship getdi. Bu hard ship mən hard'ı burada yazmamışam ki. Burada hard var. Yox. Deməli o düzəltmədir. Ona görə variant hansı? C. 11. Derivativ. Derivativ düzəltmə deməkdir. Necə yadda saxlayın? D derivativ, D düzəltmə. Baş hərfi ilə. Düzəltmədirsə mənə bunlar lazımdır. Yəni bu şəkilçilər lazımdır. Bu yox. Çünki bu mürəkkəbdir. Ancaq bunlar lazımdır. Gəlirəm, baxıram ki, worship mürəkkəb idi. Getməlidir. Sonra hood qalsın şəkilçi. Spaceship, baxın, burada yazmışam hamısını. Spaceship, worship. Ona görə getməlidir. Sandstorm mürəkkəbdir. Boyfriend mürəkkəbdir. Qalır B. 12. Yenə düzəltməni istəyir. Baxın, snowball mürəkkəbdir. Suitcase mürəkkəbdir. Hairbrush mürəkkəbdir. Airport mürəkkəbdir. Collection achievement düzəltmədir. Çünki birində ion-tion var, birində ment var şəkilçi. Derivativ düzəltmə. Birthday mürəkkəbdir. Classmate mürəkkəbdir. Application ion-tion var, düzəltmədir. Və worship mürəkkəbdir. Raindrop da mürəkkəb. Bir dənə qalır 5. Sonra 14. Baxıram ki, derivativ istəyir. Düzəltmə. Spaceship mürəkkəb idi, getdi. Seaside mürəkkəbdir, getdi. 4. Painkiller mürəkkəbdir, getdi. Motherhood qalır, hood şəkilçidir. Hardship şəkilçidir, qalır. Və representative qalır. 3, 5, 6, yəni D. Gəlirəm 15-ə. Aha. Deməli. 15. Düzəltmə istəyir məndən. Düzəltmələrə baxıram. Birinci şəkilçiləri yadıma salım. Burada qoydum. Deməli, ans, ens şəkilçi idi, qalsın. Musician, an var burada, qalsın. Teapot mürəkkəbdir, getsin. Statesman getsin. Toothpaste getsin. Qalır 2, 3, yəni Y. Derivativ, yəni yenə düzəltmə tapıram. Bookshop mürəkkəbdir, gedir. Sonra thunderstorm gedir, mürəkkəbdir, qalır 2 və 3. Yəni B. 17. Derivativ düzəltmədir. Düzəltmədirsə, baxıram ki, 3-cüdə newspaper var. Olmaz, mürəkkəbdir, getsin. 4-də underground var, getdi. 1, 2. Yəni A. Derivativ yenə düzəltməni istəyir məndən. Düzəltmədirsə, baxıram. Benefit sadədir, getsin. Orphan sadədir, getsin. Close sadədir, getsin. Baxıram ki, freedom, wonder, discovery, inhabitant.
Görürəm ki, A variantında inhabitant var. Burada ön şəkilçidir. Bu çaşdırmasın sizi. Yenə də düzəltmə hesab olunur. In var. Burada da discover sözün köküdür. Y şəkilçidir. Yəni A variantı olur. C niyə olmaz? Çünki wonder sözü özü sadə sözdür. Sonra keçirəm. 19-da bizdən düzəltmə istəyir. Spaceship mürəkkəbdə atıram gedir. Sonra event sadədir, atıram gedir. Rucksack mürəkkəbdə atdım getdi. Words sadədir, getdi. Decision, student, package. Sizə bir nüans deyim. Burada student sözünü çox uşaq elə bilir ki, sadədir. Amma nəzərə alın ki, student sözü study sözündən yaranıb. Study sözündə sadədir, amma student olub düzəltmə. Necə? Çünki necə ki teach sözü öyrətməkdirsə və bu sözdən teacher yaranıbsa, eyni ilə study öyrənmək sözündən şagird yaranıb. Eyni ilə bu şeyə də oxşur. Drive sözü driver. Feildən isim yaranıb. Yəni sürücü, sürmək və sürücü. Öyrənmək və şagird. Öyrətmək və müəllim. Yəni bunu heç vaxt sadə götürməyin. Student sözünü heç vaxt sadə götürməyin. Bu həmişə düzəltmədir. Study sözündən student yaranıb. Sadəcə Y hərfi düşüb orada. Ona görə sizi çaşdırır. Burada variant elə B olur derivativdə. İndi gəlirəm 20-yə, yenə derivativ istəyir. Baxıram ki, raindrop burada mürəkkəbdir, getdi. Sonra baxıram landfill mürəkkəbdir, getdi. Danger təhlükə sözüdür, sadədir, getdi. Sonra baxıram, görürəm ki, difference var, access var. Access, difference, ans şəkilçisi var. Ona görə qalsın, amma access sadədir, olmaz. Gəlirəm A variantına, səfəti və strange. Burada say sözün köküdür, strange sözün köküdür. Yəni strong, strange, belə bir şey. Ona görə variant A 20-də. Sonra gəlirəm 21-ə. Nouns, yəni məndən isim tələb olunur. Baxıram ki, məsələn, B-də secret müqəddəsdir. C-də shelter sığınacaqdır, amma advice məsləhət verməkdir, feildir. Bunu qarışdırmayın. Bir var advice, bir də var C olan. Biri feildir, bu feildir. Yəni məsləhət vermək. Advice isə məsləhətin özüdür. Məsləhət və sayıla bilmir heç vaxt. Bunu yadda saxlayın, imtihana da düşə bilər. Advise olan isimdir, advise olan feildir. İndi gəlirəm, testə baxıram. Modest getdi, çünki sifətdir. Favorite sevimli sifətdir. Advice məsləhət vermək getdi. Secret müqəddəs. Qaldıq luxury. Luxury deyə bilərsiniz ki, dəbdəbədir, dəbdəbəli. Sual verə bilərsiniz ki, necə dəbdəbəli? Amma heç vaxt onu çaşdırmayın. Luxury artıq isimdir. Yəni biz onu sifət kimi götürə bilmərik. Baxın, luxury dəbdəbə. Dəbdəbə. Sual verin, nə dəbdəbə? Amma desəm ki, dəbdəbəli, bu artıq nə yox olur, necə və bu olur nəyin sualı? Sifətin. Amma mənə nə lazımdır? İsim olan. Yəni, dəbdəbəli olmaz. Dəbdəbə deməkdir. Normal olaraq hər uşaq götürər ki, sifətdir. Luxury sözü necə? Məsələn, luxury life. Dəbdəbəli həyat. Amma burada sırf isimdir. Yəni, bunu unutmayın. Bu ulduzlu sual kimidir. İmtihana düşə bilər. Sonra gəlirəm 22-yə. Aha, 22-də məndən nə istəyir? Baxıram. Yenə isim istəyir məndən. 2-yə baxan kimi lazy gözümə dəyir. Tənbəl deməkdir. Atıram gedir. Foolish burada axmaqdır. Gedir. Sonra different, müxtəlif, fərqli gedir. Qalır elə variantın 1, 3, 6. 1, 3, 6 olan variantdakı qalır elə D. Sonra 23 derivativ düzəltmək istəyir. Baxıram ki, watermelon mürəkkəbdir, getsin.
Sonra what away getsin mürəkkəbdir və getsin neck-lake. Bu da getsin. Qalır 1, 2, 4. Baxıram 24-də məndən düzəltmə tələb eləyir. Bookshop mürəkkəbli getməlidir. Stone, daş sadədir getməlidir. Important sadədir gedir. Yəni 1, 2, 4. Baxıram 25-ə compound istəyir. Yəni mürəkkəb istəyir. Birincidə shipbuildingdir. Shipbuilding istisnadır. Onu da bayaqki yerə qeyd eləyin. Əgər sözün önündə building gəlsə, baxın bina sözü. Belə olsa shipbuilding olsa bu mürəkkəbdir. Bu istisnadır. Deməli, birinci istisnadı götürürəm. Yəni 1 olmalıdır və 3 olmalıdır. Çünki steamshipdə istisnadır. Bu arada onu düzəltmədi. Scholarship düzəltmədi. Responsibility düzəltmədi. Population düzəltmədi. Və qalır 1, 3. Və sonuncu suala baxıram. Compound mürəkkəb istəyir məndən. Countryside olar. Housewife olar. Seaport olar. Heroism olmaz. Loneliness olmaz. Feeling olmaz. Yəni 1, 3, 5. Bu bizim birinci sınavımız idi isimlə bağlı. İndi gəlib keçək. Burada baxın qeydlər var belə. Bizim növbəti mövzumuz countable, uncountable-dır. Ona görə onunla bağlı qeydlər var. İndi gəlirik countable, uncountable-ı işləməyə. Deməli, ilk testimiz uncountable-dır. Uncountable sayıla bilməyəndir. Bir dəqiqə bunları silim. Aha, uncountable nədir? Yəni sayıla bilməyən. Onun əksi countable-dır. Yəni sayıla bilən. Baxıram ki, görürəm burada bizdə uncountable istəyir. Məsələn, milk sayılmır. Progress sayılmır. Information sayılmır. 2, 6, 2, 3, 6. Yəni A. Sonra baxıram 2-yə. 2-də məndən uncountable istəyir. Yəni sayılmayan istəyir. Butter yağ sayılmır. Furniture mebel sayılmır və başqa dəqiqə və burada nə var? Knowledge elm sayılmır. 3, 4, 6 yəni Y variantı. Sonra mən testin üstündə yazmıram cavabları çünki uşaqlar işləyir. Cavabları bir də poz sil izi qalır. Ona görə siz bir yerdə qeyd edin ya da məndən əvvəl cavabı tapın, sonra gözləyin. Cavabı bir yerdə tapaq. 3. Uncountable. Yenə sayılmayan istəyir. Deməli, uncountable baxıram ki, rice, advice, money. 3-ü də sayılmır, elə variant A-dır. Yəni də B-yə baxaq elə belə. Problem sayılır. Dream sayılır. Slice sayılır. City sayılır. Ona görə variant A-dır. Uncountable. Flower juice sayılır. Sonra river çay sayılır. İçməli çay deyil bu. Axan çaydır. Araz çayı, Kür çayı baxın saya bilirəm. Yəni C sayılır. Pupil şagird sayılır. Earthquake zəlzələ sayılır. Bu istisna sözdür, yadda saxlayın. Zəlzələ sözü sayılır. Ona görə variantım olur B. 5. Uncountable istəyir yenə. Time sayılmır. Pensilama sayılır. C sayılır. Hammer çəkic sayılır. Fork vilka sayılır. Variantım olur C. Mathematics, meat, silk. Matematik riyaziyyatdır. Meat ətdir, silk ipək materialı sayılmır. 6. Uncountable. Tuz sayılır, dişdir. Sonra potato sayılır. Doctor sayılır. Village, kənd sayılır, amma news, luggage, money sayılmır. Xəbərlər, yük, pul. Heç vaxt sayılmır. Uncountable. Voice sayılır. Hand sayılır. Food sayılır. Və storm sayılır. Variantım olur D. Bunları da silim. Aha, gəlirik digərinə. 8-ə. Baxıram ki, 8-də uncountable istəyir yenə. Baxıram, ox, öküz sayılır. Potato sayılır. Mouse sayılır. Flower sayılır. Deməli, cheese-lə sən sayılmır. 9. Uncountable. Yəni sayılmayan. House, ev sayılır. Answer, cavab sayılır. Başqa nə sayılır burada? Bottle, butulka sayılır. Sonra
Servant isə sayılır, amma onun yanındakı piece sayılmır. Yəni variantım C. Keçirəm ona. Uncountable. Yenə sayılmayan istəyir. Baxıram, lesson dərs sayılır. Tree ağac sayılır. Railway qatar yolu sayılır. Bus avtobus sayılır. Bir dənə sayılmır, fuel yanacaq. Bir də traffic fuel. Yəni B. 11. B'də city sayılır. C'də season fəsildə sayılır. D'də slice dilim sayılır. Y'də room sayılır. Yəni variant A'dır. Milk və vəzə sayılmır. 12-də uncountable istəyir. Baxıram ki, horse at sayılır. Shirt köynək sayılır. Enemy düşmən sayılır. Amma bir dənə luggage ilə mustard sayılmır. Yəni D. Luggage yük deməkdir. Mustard isə xardal. 13. Uncountable istəyir. Baxıram sayılmayan. Məsələn, sugar, ink, time heç biri sayılmır. Şəkər tozu, mürəkkəb, yəni çernel, time, vaxt sayılmır. Ona görə bir qalsın. Lake sayılır, geçsin. Cotton pambıq, chalk, təbaşir, music sayılmır, musiqi, 3 qalsın. Progress, inkişaf sayılmır, shelf ama sayılır. Ship də sayılır. Yəni 1 ilə 3. C variantı. Sonra 14. Uncountable, advice. Advice məsləhət sayılmır. Cloud, bulut sayılmır. Sayılır daha doğrusu, istisnadır. Music sayılmır. Honey sayılmır. Planet sayılır. Soldier sayılır. 1 yox. Bizə sayılmayan lazımdır. 1, 2 və 5. 1, 2, 5 yəni B variantı. Gəlirəm 15-ə. Countable istəyir. Sayılan istəyir. Sayılansa rubbish, zibildə sayılmır. Sonra sadness, qəm olmaq, qəmginlik, qəm, kədər olmaz. 3 sayılmaz. Information sayılmaz. Qalır 2 və 5. 2, 5 A. 16-da countable istəyir. Countable sayılan, bu dəfə sayılan seçirik. Piece hissə, watch saat sayılır. 2. Tools, dish, umbrella, çətir. 2, 3. Variant D. 17. Countable yenə. Milk sayılmır. Getdi. Sil və gümüş sayılmır. Getdi ilə qaldı 3 ilə 4. 3 və 4 C. 18. Countable istəyir məndən. Yəni sayılan istəyir. Ink, mürəkkəb, çerneldir sayılmır. Air, havada sayılmır. Business sayılmır. Traffic sayılmır. Life, cloud. Yəni 18 həyat və bulut sayılır. 19. Countable istəyir yenə. Baxıram. Bread sayılmır. Cotton sayılmır. Kapla goose sayılır. Elə C variantıdır. Burada luggage sayılmır. Burada garbage sayılmır. 20-də countable yenə sayılan istəyir. Meat, ət sayılmır. Knowledge, elm, bilik sayılmır. Furniture sayılmır. Cotton sayılmır. Külək və sual sayılır. Və 21. Countable sayılan. Soup sayılmır. Soap sayılmır. Bu sabundur. Bu supdur. Bunu qarışdırmayın. Sabun. Sabun budur. A var. Görürsünüz sabun. A'sı var. Deməli sabundur. Sup bildiyimiz supdur. Sonra heç biri də sayılmır. Hər ikisi sayılmır. Salt, duzdur sayılmır. Traffic sayılmır. Idea, impression istisnadır. Sayılır. Gəlirəm bura. 22-də countable istəyir. Yəni sayılan istəyir məndən. Love sayılmır. Hisslərimizi necə sayaq? Saya bilmirik. Sonra 2 sayılır. Mistake, re və food sayılır. Qalsın. Pencil, piece, book, piece, sülhdür. Sülhü saya bilmərəm. Ona görə gedir. Sonra baxıram ki 4. Answer cavabdır. Bottle, butulkadır. Potato sayılır. Qalsın. Child collection flour sayılmır. Un deməkdir. Olmaz. Hand dog foto olar. Deməli 2, 4, 6 Y variantı. 23. Countable sayılan. Sayılandırsa, baxın bomba ayaq izah eləyirdim. Piece nə? Piece'in fərqi nədir? Baxın. Deməli, burada yazıram. Eyni ilə advice-la advide olan var ya, ona oxşuyur. Burada piece
P, E, C. Bir de P, A, C. Bu sülh deməkdir, sülh. Bu da hissə deməkdir. Bunu necə yadda saxlayın? Həmişə imtahanda düşə bilər və çaşdıra bilərsiniz. İmtahan həyəcanından çaşdıra bilərsiniz. Bilsəz belə çaşa bilərsiniz. Çünki bir-birlərinə çox oxşuyurlar. Pis sülhdür, sayılmır. Pis hissədir, sayılır. Yəni a piece of nəsə. A piece of tutaq ki nə olsun? A piece of bread məsələn tutaq ki. Amma burada sülh mənasında sayılmaz heç vaxt. Bunu bilirsiniz necə yadda saxlayın. Baxın. A piece of apple pie. Baxın, bu imtahanda tutaq ki, sizə düşüb bu ikisinin fərqi hansı deyir ki, sizə sayılmayandı və ya sayılandı. Bir dənə bu yadda saxlayırsınız. Baxın, bunun elə bilin ki, bu hissəsi 3 dənə hərfi eyni buna oxşuyur. Bu nə deməkdir? Bir kusok, bir hissə, alma piroku. Deməli, sayılır. Ona görə həmişə pie sözü var ya, bu apple pie. Bu Chex hissədir də, bu apple pie, alma piroku hissəsidir. Bu pirog hissəsinin pie olanı. Deməli, bundan uzlaşdırın. Əgər uzlaşırsa piedirsə, bu da piedirsə. Deməli, bu sayılır. Amma görürsünüz, bunda p-i-e deyil. Bu p-a-c-dir ümumiyyətlə. Bu sülhdür. Yəni, elə fərqləndirin. Ən belə sonuncu variant kimi belə yadınızda saxlayın. A piece of apple pie deməli sayılır. Ümumiyyətlə, piece sayılmır. Bu belə. İndi bilmirəm nə dərəcədə mükəmməl yadda saxlamaqdır, amma yenə də elə yadınızda qalsın. Sonra 23-ə baxırdım. Deməli, baxın, a piece of apple pie. Pie'dir, apple pie'dir, alma pirokudur. Ona görə bu sayılır. Bir, piece sülhdür, sayılmır. Getdi. Permission icazədir. Impression hisslər, knowledge sayılmır ümumiyyətlə. Deməli, mənə nə lazımdır? Sayılan lazımdır. Baxıram ki, 1 ilə 4 elə. Çünki knowledge elm sayılmır, peace sayılmır, advice məsləhət sayılmır, permission sayılmır. Ona görə 1 və 4 qalır. Sonra baxıram 24-də fruit, baxıram ki, nə istəyir ümumiyyətlə? Sayılan istəyir, sayılan. Fruit sayılmır, idea sayılır, ideya, fikir sayılır, bread sayılmır, vegetable sayılmır, vegetable sayılır. Fruit sayılmırdı. Vegetable sayılır. Pollution sayılmır. Furniture sayılmır. Yəni 2 və 3. 25-ə baxıram. Uncountable. Information heç vaxt sayılmır. 1. Limonat sözü heç vaxt sayılmır. 4 və 6. 1, 4, 6. 26 və uncountable sayılmayan istəyir. Baxın, hospital, scarf, museum. Bunlar 3-ü də sayılır. Qalır bizdə 2, 4, 6. Bu da bizim sayıla bilən, sayıla bilməyən qrammatikamız. Bundan sonra gəlir bizdə plural of nouns və onun testi. Sonra gəlir yeli hal və onun testi. Bununla da mixed test gəlir. Bununla da isim bölməsi bitir. Sonra gəlir article. Gəlin singular pluralda bir yerdə işləyək. Deməli, singular pluralda bizim ilk sualımız nədir? İlk sualımız singulardır. Singular tək deməkdir. Yəni, tək isimləri saxlayıram. Teis kökündən cəmlənib getdi. Progress təkdədir, qalsın. Scissors cəmdədir, getsin. Luggage təkdədir, qalsın. Phonetic sonunda sı olsa belə fən adıdır. Heç vaxt cəmlənmir. Qalır 1, 5, 1, 4, 5. Yəni, bu. 2, singular. Singular təkdir. Woman cəmdədir, tooth təkdədir, olar. Leaves cəmdədir, olmaz. Hostess qoşa sığla bitən həmişə təkdə olur, təkdədirsə qalar. Sonra trousers cəmdədir, getsin. Sportsman təkdədir. 3, 6. 2, 3, 6. Yəni C. Sonra 3-cü. Nə istəyir məndən? Singular istəyir, yəni tək istəyir. Baxıram ki, adam cattle malqara toplu isimdə getməlidir. Sonra B-də goods var, cəmdədir, getməlidir. Mice var, getməlidir. Və sentences var, cəmdədir, getməlidir. Yəni, variantım D. 5-ci singular istəyir, yəni tək istəyir. Baxıram ki, oxen cəmdədir, children cəmdədir, men cəmdədir, people cəmdədir. Qaldı elə variant Y.
6. Tək istəyir. Mice cəmdədir, boxes cəmdədir. Measles xəstəlik adı olsa belə həmişə təkdədir. Sonra gəlirəm D-yə. Feet cəmdədir, scissors cəmdədir, variant C. Görürsünüz, burada diqqətli olun. S-i görürəm, çaşıram, amma measles xəstəlik adıdır. Ona görə həmişə təkdə olmalıdır. Yenə singular istəyir məndən. Baxın, burada bu cəmdədir. Gifts cəmdədir. Sonra geese cəmdədir. Leaves cəmdədir, qalır Y. Sonra 8. 8-də bizdən tələb olunur tək. A. Cattle cəmdədir, toplu isimdir. Carrots cəmdədir. Poultry cəmdədir, toplu isimdir. Mice cəmdədir, toplu isimdir. Qalır elə Y variantı. Bunların qeydlərini çıxarmıram. Kim istəsə mənə yazar. Baxın, mən hamısının qeydin şəklini çəkib ataram. Deməli, baxın, burada kökündən cəmlənənlərin qeydi var. Burada f ilə bitənlərin cəmi var. Sonra həmişə cəm olanlar, həmişə tək olanlar, təki cəmi eyni olanlar. Burada da ümumiyyətlə tək cəmin qısa xülasəsi yazılıb. Yəni, kim istəsə mənə yazar, mən ataram şəkillərini. Tək bu deyil, demək olar ki, hamısı var. Əgər kimin imkanı yoxdursa, kitabı ala bilmirsə, mənə yaza bilər. Mən qrammatika hissəsinin belə əl yazmalarını çəkib ata bilərəm. İndi gələk testimizə. 9-da qalmışdıq. 9-da singular, yəni sadə isim istəyir. Bizdən sadə nə idi? Tək olanı istəyir. People cəmdədir, scissors cəmdədir, mice cəmdədir, oxen cəmdədir, qalır elə C variantı. Bunları silirəm ki, uşaqlar işləyəndə bilməsinlər ki, cavab odur. Sonra 10 singular, yəni tək. Təkdədirsə, police cəmdədir, mice həmişə cəmdədir, ümumiyyətlə sözün özü belədirsə cəmdədir. Clothes cəmdədir, poultry həmişə toplu isimdir, cəmdədir, qalır elə variant A. 11. Yenə tək istəyir. Woman kökündən dəyişib cəmlənib olmaz. Tees cəmlənib olmaz. Police həmişə cəmdədir, olmaz. Və policemen cəmdədir, olmaz. Yəni variant olur D. Sonra 12. Plural of nouns yenə bizdən cəm istəyir. Police həmişə cəmdədir. Geese kökündən cəmlənib. Clothes cəmdədir. Mənə zaten cəm lazımdır da. Mənə cəm lazımdır. Onda təkləri çıxır. Money təkdədir, getdi. Woman təkdədir, getdi. Goose təkdədir, getdi. Economics təkdədir, getdi. Qaldı variantım B. 13. Cəm istəyir. Waitress qoşası ilə bitənlər həmişə təkdədir. 2. Cəm. Bu 2 getdi, təkdədir. Spectacles olar. Thieves olar. Elə 1, 4. C. Çünki bu da qoşası ilə bitib təkdədir. 14-də plural istəyir məndən. Police həmişə cəmdədir, olar. Tees kökündən cəmlənib olar. Clothes olar. 2, 3, 5. Yəni D. Physics olmaz çünki fən adıdır. S-la bitsə belə həmişə təkdədir. Gəldim 15-ə. Plural cəm istəyir. Baxıram ki, news həmişə təkdədir, olmaz. Progress qoşası ilə bitib olmaz. Bu cəmdədir, olar. Politics fən adıdır, təkdədir, olmaz. Elə 3 ilə 5. C. Plural cəm istəyir. 1 olar, officers olar. Billiards oyun adıdır. S-la bitsə belə heç vaxt cəmdə ola bilməz. Ona görə getdim. Umbrellas children olar. Performance tuz təkdədir. Baxın, tuz təkdədir, olmaz. Ona görə elə 1 və 3. Yəni Y. 17 cəm istəyir. Shirts, carpets olar. Petrol təkdədir, olmaz. Çünki sayılmır. Tuz təkdədir, olmaz. Elə 1, 4. 18. Plural istəyir, cəm istəyir. Tuz təkdədir, getdi. Beza təkdədir, getdi. News təkdədir, getdi. Siemens Optics. Optik bu optikadır da, yəni fən adı deyil, amma elmdir. Optika elmi. Elm və idman oynatları heç vaxt sayılmır. Axı, heç vaxt sayıla bilmirsə də heç vaxt cəmlənə bilməz. Ona görə variantımız D. Sonra 19. Plural istəyir, cəm istəyir. Mathematics fən adıdır, getdi.
Measles xəstəliyi idi, getdi. Knife təkdədir, getdi. Fortress qoşası ilə bitib getdi. Elə variant Y. 20. Cəm istəyir. Cəm istəyirsə elə A variantıdır. Çünki B-də qoşası ilə bitib təkdədir. Goose təkdədir, food təkdədir. Princess qoşasıdır, təkdədir. 21. Plural cəm istəyir. Snow təkdədir. Sonra school təkdədir, ox təkdədir. Policeman təkdədir. Variant B. Gəldim 22-yə. Baxıram 22-də məndən nə istəyir? Tək isim istəyir. Tək. Hansı təkdirsə onu. Policeman təkdədir. Waitress təkdədir. Polis həmişə cəmdədir. Children cəmdədir. Girl təkdədir. Deməli 1, 2, 5. A. 23. Plural cəm istəyir. Cotton təkdədir. Waitress təkdədir. People cəmdədir. Minister cəmdədir. Oxen cəmdədir. 2, 5, 6. Plural. Spectacle, statesman, sentences. 2, 4, 6. Hamısı təkdədir. Singular tək istəyir bu dəfə. Polis cəmdədir, getdi. Men cəmdədir, getdi. Mistakes cəmdədir, getdi. Qaldı 2, 4, 6. 26-da scarf təkdədir. Poultry cəmdədir. Business təkdədir. 1, 5. Trousers cəmdədir. Giys cəmdədir. Tuz. 1, 5, 6. Oy. Hə. Bu da bizim tək və cəmimiz. Bu da bitdi. Sonra gəlir yəli hal. Baxın, yəli halın da qaydası burada əla formada yazılıb, əl yazma formasında. Baxın, necə dəqiq yazılıb. Nə ilə apostrofsi olar, nə ilə apostrofsi və ya nə ilə s apostrof olar. Hamısı burada qeyd olunub. Hətta bu ən çox səhv salınan Mr, Mrs və Z. Hamısı qeyd olunub. Bu da yəli halın testidir. Deməli, bunu videom burada yekunlaşdırıram. Çünki istəyirəm yəli hal ilə mixed testi bir işləyim. Yoxsa siz necə istəyirsiniz? Hamısına ayrı-ayrı test gəlsin. Çünki mən ilk dəfədir Nərgiz Nəcəfdən işləyirəm bu sınaqları və sizin fikrinizi öyrənmək istəyirəm. Əgər istəyirsə ki, hamısı bir yerdə olsun, məsələn, bir gün tutaq ki, nanın hamısı bir videoda olsun ya da ayrı-ayrı sınaqlar videosu olsun. Onu mənə qeyd edin. Amma hələ ki 3 sınağın bir videosunu atıram və izləyin. Rəylərdə öz fikirlərinizi bildirin. Əgər bütün sınaqlar bir videoda olmasını istəyirsə, onu mənə bildirin. Növbəti dəfədən elə eləyərik. Artıq bizə nan bölməsində sadəcə yəli hal qaldı və bir də onun mixed testi qaldı. Fikirlərinizi rəylərdə gözləyirəm. Görüşərik. Sağ olun.